Hər vaxtınız xeyir olsun, hamınızı salamlayıram. Bugün bir çox izləyicimə söz verdiyim kimi, evdə keyfiyyətli qatıq necə mayalamaq olar, ondan danışacağam. Bunun üçün bizə yağlılıq faizi yüksək olan pastörizə edilməmiş çiy süd lazımdır. Südümüzü qaynadacağımız qazana əlavə edirik. Mən uzun müddət Ukraynada yaşamışam və orada yaşayarkən həmişə südü özüm alıb qatıq mayalayırdım. Çünki keyfiyyətli süd məhsulları olsa da, qatıq ancaq Gürcü mağazalarından əldə edə bilirdim. Çox kiçik ölçüdə və baha qiymətli olurdu. Südü qazana əlavə etdikdən sonra ocağın üzərində qaynamağa qoyuram. Südümüz artıq qaynamağa başladı. Ancaq burada əsas məsələlərdən biri süd qaynamağa davam edir, amma ocağın altını söndürmürük. Nə qədər çox qaynasa, tərkibindəki su buxarlanacaq və qatığımız da o qədər keyfiyyətli və möhkəm alınacaq. Və mən südün bir qədər buxarlanıb azalmağını gözləyirəm. 20-30 dəqiqə qaynadıqdan sonra ocaqdan götürüb soymağa buraxıram. Soyudarkən də bir çömçə vasitəsilə bu şəkildə qarışdırıram. Və bu da tərkibindəki suyun buxarlanmağına kömək olur. Və keçdiyi əsas məsələlərdən biri südün mayalanma temperaturu. Ən ideal qatıq mayalanmaq üçün temperatur 40-45 dərəcə aralığıdır. Əgər evdə termometriniz varsa, termometrlə, yoxdursa dədə-baba üsulu barmağımızla yoxlayırıq. Barmağımızı südün içərisində hərəkət etdiririk. İsti olmalı, lakin yandırmamalıdır. Hal-hazırda südümün temperaturu 44-45 dərəcədir və mayalamaq üçün ideal temperaturdur. Südü mayalamaq üçün bizə qatıq lazım olacaq. Diqqət yetirin, market qatığı deyil, ev qatığı olmalıdır. Süddən bir qədər götürürük. Üzərinə 1 yemək qaşığı qədər qatıq əlavə edirik. Tam həll olana qədər qarışdırırıq. Qatıq tam həll olduqdan sonra artıq mayamızı südə əlavə edə bilərik. Yaxşıca qarışdırırıq və qatığı hazırlayacağımız qablara əlavə edirik. Mən bu cür şüşə qablardan istifadə edəcəm. Qabların qapağını bağlamıram, sadəcə üzərinə çay dəsmalı. Üzərini də hər hansı qalın bir örtü ilə bağlayıram. İlıq şəraitdə mayalanmağını gözləyirəm. Və 5-6 saat keçdikdən sonra qatığımız artıq mayalanıb. Və sonuncu ən vacib məsələlərdən biri qatıq mayalandıqdan sonra ona toxunmadan birbaşa soyuducuya yerləşdiririk. Tam soyuduqdan sonra artıq dadına baxa bilərik. Tam soyuduğuna görə artıq qatığı istifadə edə bilərik. Gəlin, möhkəmliyini də test edək. Tərs çevirirəm. Qatığı bu şəkildə hazırlayanda tərkibi çox keyfiyyətli olur və qətiyyən su buraxmır. Gəlin, birlikdə yoxlayaq. Və budur. Məncə nəticə çox yaxşıdır. Siz hansı üsullardan istifadə edirsiniz? Rəylərdə mənimlə bölüşün. Hazırlayan hər kəsə nuş olsun.